Dostlar, bu yerdə mən bir haşiyə çıxıb Azərbaycanda baş verən, Cəlilabad rayon məhkəməsində baş verən hadisə ilə bağlı istəyirəm sizə bir məlumat verəm. Əgər xatırlayırsınızsa, bir neçə gün bundan qabaq bizim efirdə bir ana çıxdı efirə. Dedi ki, mənim oğlumu getdiyi toyda vəhşicəsinə 4-5 nəfər döyüb öldürüblər. Onlardan ikisiyə biri həbs olunubdur. Amma qalanları azadlıqdadır. Prokurorluq, Cəlilabad rayon prokurorluğu çalışır ki, onları məsuliyyətdən yayındırsın. Yazı düşdü mü? Yaşlı qadının, 77 yaşı var qadının, savadsız bir anadır. Deməli, ana götürür, ərizə verir Cəlilabad rayon prokurorluğuna ki, məni zərər çəkmişin nümayəndəsi kimi, hüquqi varisi kimi tanıyın. Məni proses iştirakçısı kimi tanıyın, zərər çəkmiş qismində. Hamı diqqətlə qulaq alsın, xahiş edirəm. Bu mövzuya mən sonra qaydacağım ərizə verilişdə. Amma indi yeri gəlib istəyirəm, fürsətdən istifadə edirəm, bir maarifləndirmə iş aparaq hüquqi baxımdan. Ana ərizə verir prokurorluğa. Üstənlik Eyyubov deyilən bir yaramaz, alçağan biri var orada, Cəlilabad prokurorluğunda. O Cəlilabad rayon prokuroru deyəsən Danabaşda elə bu Kamran Əliyev kimi, Kamran Əliyev hər yerə özünü deyəsən həmcinslərin yerləşdirib, Danabaşları. Bunların qanun, beş qanunla belə şeyləri. İstəyirəm bundan Cəlilabadlı dostlar, məni dinləyənlər, o prokuror kimdirsə orada xəbər edeyim, izləsin. Mütləq söhbətimizin bu hissəsi onu çatdırın. Ana ərizə verir ki, məni proses iştirakçısı kimi tanıyın. Eyni zamanda öldürülən oğlunun həyat yoldaşı da ərizə verir ki, prokurorluğa, mən də istəyirəm ki, mən yox, onun əradı həyat yoldaşım xanım kimi, uşaqlarım az yaşlıdır, anası tanınsın zərər çəkməyən zaman gəlirəm, getməyib gəlmək istəmirəm prokurorun məhkəmələrə ora-bura, ananı tanıyın. Yəni, qanun belədir ki, dostlar, ola bilsin ki, yox, bir ölən zərər çəkmişin bir neçə hüquqi varisi ola bilər. 5 bacısı ola bilər, 5 qardaşı ola bilər, ata, ana, nə bilim, həyat yoldaşı, hamısı orada hüquqi varisi ola bilər. Bizim qanun deyir ki, əgər bu adamların özləri arasında razılıq yoxdursa, hüquqi varisin kim olduğunu məhkəmə müəyyənləşdirir. Burada isə gəlin ərizə verib, sənədlərini təqdim edib ki, mən də razıyam ki, qaynanam öldürülmüş ərimin hüquqi varisi kimi tanınsın, proses iştirakçısı kimi. Dostlar, prokurorluq tanımır. Və Cinayət Prosessual Məcəlləsində birbaşa tələbdir ki, prosesin iştirakçısı kimi tanınma barədə ərizə, zərər çəkmişin nümayəndəsi kimi ərizə mütləq həll edilməlidir və bu barədə qərarın surəti mütləq tərəfə verilməlidir. Diqqətlə fikir verin. İstintaq orqanı qəbul etdiyi qərarı mütləq verməlidir surətini anaya. Cəlilabad rayon prokurorluğunda anaya deyirlər ki, sən tanımışı çıx get. Ana deyir ki, tanımırsansa qərarı ver. Qərarı vermirlər. Onda nə olur? Onda ana götürür məhkəmə nəzarəti qaydasında 449-cu maddə var Cinayət Prosessual Məcəlləsində buna uyğun olaraq Cəlilabad rayon məhkəməsinə müraciət edir ki, mən prokurorluğa ərizə vermişəm, öldürülmüş zərər çəkmişin hüquqi varisi kimi məni tanısınlar, proses iştirakçısı kimi tanımırlar. Xahiş edirəm, göstəriş verin. Prokurorluğun, müstəntiqin bu hərəkətinin qanunsuz hesab edin və tapşırın ki, mənim hüququmu pozmasınlar. Dostlar, orada işə baxan bir hakim var, Ləman Məmmədova. Mən açıq deyim, son vaxtlar bəzi hakimlərin, prokurorların davranışlarını görəndən sonra dəhşətə gəlmişəm. Bu adamlar nə qanun, nə əxlaq, ümumiyyətlə kənardır belə şeylərdən. Bu Ləman deyilən hakim özünü elə həyasız aparıb ki, mən söz tapa bilməm buradan fikrimi deməyə. İndi həyasızlıq nə ilə bağlıdır deyirəm, buradan da müraciət edirəm Məhkəmə Hüquq Şurasına. Ali Məhkəmənin sədri deyəsən oradadır. Nədir onun adı? Nədir? İmanov tənədir gedən adı. Ali Məhkəmənin sədri kimdir ona? İnam Kərimov. Xahiş edirəm, o İnam Kərimovu da buradan çatdırın mənim deyəcəklərimi. Məhkəmə Hüquq Şurasının bütün üzvlərinə, Ədliyyə Nazirinə çatdırın. Üzr istəyirəm. Deməli, müstəntiqin bu hərəkətlərindən
Ana şikayət verir məhkəmə nəzarəti qaydasında Cəlilabad rayon məhkəməsinə. 2 sentyabr 2025-ci ildə hakim Ləman Məmmədova ananın ərizəsini geri qaytarır ki, sənin belə bir şeydən şikayət etmə hüququn yoxdur. Yəni 449 maddədə müstəntiqin bu hərəkətindən, yəni səni zərərçəkmişin nümayəndəsi tanımamasından sənin şikayət etmə hüququn yoxdur. İnam Kərimova təşəkkürlər, çox sağ olun. Mən istəyirəm ki, bu şeyləri bütün Azərbaycan bilsin ki, nə baş verir bu ölkədə. Bu adi hadisə deyil və bu təsadüf deyil. Bu dövlət siyasətidir, dostlar. Baxın, sizcə bundan sadə nə ola bilər? Bundan adi nə ola bilər? Bundan asan nə ola bilər həll olunması ki? Adamın oğlunu öldürüblər. Adam ana gedərsə verir ki, məni zərərçəkmişin nümayəndəsi kimi tanıyın, hüquqi varisi kimi tanıyın. Burada çətin qeyri-adı nə var ki? Yox. Prokurorluq deyə yoxsa tanımıram. Qərar da vermirəm. Şifahi deyə tanımışam, tanıyıram. Amma çıx get. Qərar vermir. Qərar yoxdursa ana bilmir ki, zərərçəkmiş o nə hüquqları var? Neyinə bilər? Bəlkə tutsun, şəhid eləsin. İmkanı yoxdur. Çünki əlində sənədi yoxdur. Salırlar vətəndaşı məhkəmələrə. İndi məhkəməyə baxın. Məhkəmə açır oxuyur, güya bu hakimdir bu Ləman deyilən qadın. Cəlilabad cəmaatı bilməlidir ki, onların məhkəməsində prokurorluğunu tutan adamlar əxlaqsız, tərbiyəsiz adamlardır. Rüşvətxor, binamus adamlardır bunlar. Qadının ikili almısa. Hətta bundan sonra mən bunların haqqında daha yaxşı ifadələrini verişlər hazırlayacağım. Ləman əzəm vətənlər qadındır. Ləman Məmmədova. Hakimdir güya. Ananın ərizəsinə baxır, oğlu öldürdən ananın ərizəsini dala qaytarır ki, sentyabrın 2-sində. Sənin hüququn yoxdur belə bir şey eləməyə. Halbuki, mən məcburam indi burada Cinayət Prosessual Məcəlləsinə görsədəm, biləsiniz ki, bu ölkə nə gündədir? Kimlər Azərbaycanda hakimlik edir, kişilər? Kimlər Azərbaycanda hakimlik edir? 449-cu maddə var ki, hansı məsələlərdən vətəndaş şikayət edə bilər. Mən indi bunu sizə təqdim edəcəm. Baxın, İnam Kərimov, çox xahiş edirəm. Sən əgər doğrudan da hüquqşünassansa, abırlı adamsansa, sən də ədliyyə naziri kimsə baxsın da bu şeylərə. Gəlin baxaq görək hələ vətəndaşın prosesin iştirakçısı kimi tanınması barədə məhkəmə nəzarəti qaydasında şikayət verə bilərmi? 449.3.4-1 şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi. Bu barədə vətəndaşın ixtiyarı var ki, məhkəməyə şikayət versin, dostlar. Bu 449.3 var ha. Bu 3 yazır ki, bu məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər, baxın, aşağıdakılarla bağlı cinayət prosesində həyata keçirən orqanın prosessual hərəkətlərindən və qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Bunun da biri nədir? Budur. Şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi. İndi mən sizdən soruşuram. Vətəndaş ərizə verir polis orqanına, prokurorluğa. Prokurorluq adamı cavab vermir. Vətəndaş nə etməlidir? Bu rədd olunma sayılır, sayılmır. Adamın hərəkəti rədd edir. Adam ananın ərizəsini qəbul eləmir. Poçtdan zorla yola salır. Bunu cavab vermir. Onu tanımır zərərçəkmişin nümayəndəsi kimi ona qərarı suatını vermir. Vətəndaşın hüququ var, yoxsa yox. Vətəndaş şikayət verir. Ləman deyilən bu tərbiyəsiz qadın sentyabrın 2-sində qərar qəbul edir ki, mən bunu geri qaytaram, çünki bunun hüququn yoxdursa və bunu yerləşdirir elektron məhkəmə portalına. Məktubla da göndərmir qadının ünvanına Cəlilabadda. Çünki qadının adına elektron məhkəmədə şəxsi kabinet var. Qadının 77 yaşı var. Qadının savadı yoxdur. Qadın tək yaşayır. Əvvəllər sağ olanda oğlara bir baş çəkərdi ona. Öləndən sonra nəvəsi baş çəkir. 2 həftədən bir, 3 həftədən bir.
Deməli, nəvəsi və ya bir kimsə, savad olan bir adam baş çəkməsə anaya, ana bilməyəcək ki, məhkəmə nədir, portal nədir, şəxsi kabinet nədir. İmkanı yoxdur. Sentyabrın 16-sında dostlar, nəvəsi buna qonaq gəlir, deyib ola, mən ərzə vermişdim, məhkəməyə göndərmişdim. Bir gir baxıyor, axı deyirlər, internetdə qoyurlar, neynirlər. Uşaq tez girir ora. Yoxlu deyir, hə, yerləşdiriblər qərarı, amma ikisində artıq yerləşdiriblər. 14 gün keçib üstündən. Müddət keçib. Ana götürür, ərzə yazır, şikayət verir həmin o 2 sentyabr tarixli qərardan. Və yazır ki, öz ərzəsində, xahiş edirəm, buraxılmış prosesual müddəti üzrü hesab eləyin. Çünki mənim savadım yoxdur, 77 yaşıma budur, hamısını əsaslandırır və şikayətimi qəbul eləyin. Diqqətən baxın, mən istəyəm buradan məhkəmə şurası görsün ki, bu hakim nə qədər saxtakar adamdır, bu qanun bunlar üçün deyil. 16 sentyabr tarixdə tanış olan kimi 18-də qadın şikayətini verir. Ayın 20-sində 20 sentyabr tarixdə ikinci bir qərarla bu dəfə Ləman Məmmədova ananın bu şikayətini geri qaytarır ki, sənin apellyasiya şikayətini mən qəbul eləmirəm ki, göndərəm Şirvana. Niyə? Çünki sən müddətin bərpası haqqında ərizə verməmisən. Sən müddəti ötürmüsən. 14 gün buraxmısan. Zəng eləyirlər anaya məhkəmədən. Ki, sən müddəti buraxmısan. Ərizə ver müddətin bərpası haqqında. Əziz həmvətənlər. Siz bilərsiniz ki, Azərbaycan dövlətinin qanunları var. Qanun qəbul olunubdur ki, elektron qaydada işlər aparılan məhkəmələrdə bütün yazışmalar, bütün şikayətlər məhz elektron qaydada verilməlidir. İndi mən deyəcəm, sırf peşəkarlara aiddir deyə, hüquqşünas da bunu biləcəklər ki, mən nə deyirəm. Apellyasiya şikayəti və kassasiya şikayəti verəndə dövlətin qəbul etdiyi mülki prosessual məcəllədə, cinayət prosessual məcəlləsində o ərizələrin forması var. Hansı formatda formada yazılmalıdır ərizələr. O ərizələrin forması şəxsi kabinetdə dövlət yürüyü var ki, sən onu olduğu kimi doldurmalısan. Onu olduğu kimi yazmasan, ərizəni qəbul edəməyəcək məhkəmə. Və o ərizə formasında, apellyasiya şikayətində, eləcə də kassasiya şikayətində bir bölmə var. Buraxılmış müddətin bərpasına dair ərizə. Ana 77 yaşlı ana. Mənim köməyimlə həmin o apellyasiya şikayətini doldurur və o ərizəni yazır orada. Ərizəni yazır ki, mənim 77 yaşım var, tək yaşayıram, nə mən budur. Xahiş edirəm, bunu bərpa edin müddəti. Mənim haqqımı, hüququmu pozma olmaz. Götürür ayın 20-sində dostlar, bu ərizəni göndərir Tələbat məhkəməsinə ana. Hakim isə neyini? Hakim ayın 24-də dünən yeni bir qərar qəbul edib ki, müddətin bərpa edilməsindən imtina olunsun. Güya ki, özü 2 sentyabr qərarından güya ki, ana ərizə veribmiş müddətin bərpası haqqında. İndi onun da bərpasına imtina eləyir. Mən buradan Ədliyyə Nazirinə və Məhkəmə Hüquq Şurasına müraciət edirəm ki, bir şikayət haqqında, bir iş haqqında hakim bir dəfə qərar qəbul edir. Eləməlidir. Yəni, texniki səhvlər düzəltmək üçün nəsə əlavə qərar qəbul edə bilər. Düzdürmü? İndi mən soruşurum Ədliyyə Nazirindən, bizim İnam Kərimovdan, Ali Məhkəmənin sədrindən. Siz bilirsinizmi ki, Cəlilabadda oturtduğunuz o Ləman deyilən qadın, o qanmır qanun zad nədir? O hakimin qanunun xəbəri yoxdur. 2 sentyabr tarixli qərardan verilən şikayəti o imtina eləyib, rədd eləyibdir. Ana onu qərarından apellyasiya şikayəti verib. O şikayəti, apellyasiya şikayətini Şirvan apellyasiya məhkəməsinə göndərməyə əvəzinə Ləman təzədən götürüb, təzədən 2 sentyabrından bağlı bu dəfə başqa əsasından. Əvvəl yazmışdı ki, sən bu məsələ ilə bağlı şikayət verə bilməzsən. İndi qərar qəbul edir. Yox, sən müddəti buraxdığına görə şikayət verə bilməzsən. Dostlar, buna deyilir dərəbəylik. Hakim ağzına və ağlına nə gəlir eləyir. Baxın, Rusiyada, deyirsiniz ki, Rusiyada Azərbaycanlıları təqib edirlər. Azərbaycan vətəndaşı 77 yaşdır. Oğlu vəhşicəsinə öldürülən bir ananın haqqı Cəlilabadda pozulur. Amma Rusiyada
Rus məhkəməsi, apellyasiya məhkəməsi deyir ki, sənin istənilən halda apellyasiya şikayəti vermə hüququn var və biz bu hüququ bərpa edirik. Başa düşdünüz? Məsələ budur.